Dostlar, bu günlərim sizinlə danışacağımız yol hərəkəti haqqında qanunun hər hansı bir nişanı haqqında yox, məhz xüsusi olaraq bir personaj haqqında olacaqdır. Bu personajı hamınız dəfələrlə görmüsünüz. Onun çox rəngarəng həyatı var. Müxtəlif rənglərdə, müxtəlif fonlarda, müxtəlif mənalarda, lakin eyni personajdır. Hər yerdə rolları dəyişir. Budur, qarşılayın, Piyada Adam. Təbii ki, bunlar bir zarafatdır və istəyərdik ki, biz piyada adamın ümumiyyətlə hansı nişanların üzərində siluet kimi çıxış elədiyinə baxaq. Lakin bunlara başlamamışdan qabaq bir çox tələbələrin səhv saldığı bax bu iki nişan ayrıca göstərmək istəyirik sizə. Bunların biri xəbərdarlıq nişanıdır, biri isə məlumat verici göstərici nişanıdır. Hansı ki, sağdakı göy rəngdə olan piyada keçidinin özüdür. Ümumiyyətlə, yol hərəkəti haqqında qanunda piyada adamın iştirak elədiyi siluet kimi gördüyünüz bu ekrandakı nişanlardır. Əgər hansısa bir nişanı buraxmışıqsa, onu şərh bölməsində qeyd edərsiniz, düzəliş edərik. Deməli, başlayaq 1.20 nişanından. Bu dediyimiz kimi xəbərdarlıq nişanıdır. Xəbərdarlıq nişanıdırsa, piyada keçidin özü deyil. Yəni, piyada keçidinə hələ müəyyən bir məsafə var, yol var və sadəcə bizi məlumat verir, xəbərdar eləyir ki, qarşıda piyada keçid olacaq. Bu nişan haqqında ətraflı danışmamışdan qabaq qısa bir məlumatı diqqətinizə çatdırım. May ayından yeni qrupumuz tədrisə başlayır. Qoşulmaq istəyənlərin hamısına 20% indirim var. Bundan yararlana bilərsiniz. Ünvanımız Elmlər Akademiyası metrosunun düz çıxışındadır. Axşam saat 8-də başlayacaq dərslərimiz. Qruplarımız böyük deyil, 10 nəfərlik qruplardır. Ona görə sual vermək şansınız daha çox olur. 10 nəfərə qədər 8-10 nəfərlik qruplardır. Əgər qoşulmaq istəyirsiniz, WhatsApp nömrəsinə yaza bilərsiniz. Deməli, xəbərdarlıq nişanlarını deyəndə 1.20-ni. Bu bizə başa salır ki, qarşıda piyada keçidi var. Misal üçün, şəkildə görürsünüz ki, yaşayış məntəqələrində bilirik ki, xəbərdarlıq nişanları 50-100 metr məsafədə quraşdırılır. 70 də ola bilər, 60 da ola bilər, 100 də ola bilər, 50 də ola bilər. Buna başqa bir formadan baxaq. Eyni şəkildir, sadəcə olaraq bucağı dəyişmişik. Daha bir nümunə şəkilə baxaq. Təsəvvür edin ki, yolla gedirik. Bu yolun bu hissəsində qarşımıza 1.20 nişanı çıxır. Biz bunu gördükdən sonra başa düşməliyik ki, qarşıda piyada keçidi olacaq. Yəni, bu nişanın təsir sahəsində biz yolu keçə bilmərik, hərəkət hissəsini keçə bilmərik. Ancaq göyün təsir sahəsində keçə bilərik. Diqqətimizi cəlb edək. Bu nişandan ana nişana, yəni piyada keçidi nişanına 50 metrdən 100 metrə qədər məsafəmiz var. 5.16.1 bu piyada keçidinin özüdür. Həmin bu nişan məlumat verici göstərici nişanlar kateqoriyasına aiddir. Yəni, bir çox vətəndaşlar buna zebra deyir. Zebra ilə bir yerdə istifadə olunan yol nişanıdır və bildirir ki, burada piyada keçididir. Qırmızıda yox, göydə mütləq keçmək lazımdır. Daha sonra xəbərdarlıq nişanları kateqoriyasından bir nişan daha, 1.21 uşaqlar. Bu nişan harada istifadə olunur? Fərq etmir, yaşayış məntəqəsi və ya məntəqədən kənar istənilən məktəb, bağça və s. bu tipli müəssisələrin yaxınlığında quraşdırılır ki, və ələxüsusda bu giriş və çıxış qapılarının yanında, qabağından quraşdırılır. Yəni, təsəvvür edin ki, bu Azadlıq prospektidir, Həsən Əliyev prospekti ilə kəsişmədə. Burada məktəbin nömrəsi yadımda deyil. Həmin məktəbin sağında və solunda bu nişanı quraşdırıblar. Məktəbin girişi və çıxışı sağdan və soldandır. Yolun Azadlıq prospekti üzərində olan hissədə məktəblilər çıxa bilmir. Ona görə də bu nişanı elə yerdə quraşdırırlar ki, biz məlumatlı olaq. Burada bir neçə məktəb var. Səhv eləmirəmsə, bu aşağıda da bir məktəb var. Yəni, burada bir neçə məktəbin ərazisi olduğuna görə bu nişanı qabaqçıdan 50-100 metr məsafədə quraşdırırlar ki, sürücülər məlumatlı olsunlar. Daha bir xəbərdarlıq nişanı 1.23 yol işləri. Bu nişanı biz nə vaxt görürük?
yolun hərəkət hissəsində işlər görülən zaman xəbərdar eləyir ki, qarşıda müəyyən bir ərazi sürmək üçün yararlı deyil və ya pis yararlıdır. Ona görə də qabaqcadan bizə məlumat verilir ki, o hissədən keçən zaman sürətimizi azaldaq. Adətən sürət məhdudlaşdırılması nişanından bir yerdə istifadə olunur. Qadağan nişanlarından 3.10 piyadaların hərəkətini qadağan edir. Adından da məlum olduğu kimi bu nişanı biz harda görürsə piyadaların hərəkəti qadağandır. Bu müxtəlif səbəblərdən ola bilər. Ola bilər ki, bu şəkildə gördüyünüz kimi yolun hərəkət hissəsi piyadalar üçün nəzərdə tutulmamış olsun. Yəni burada bir piyada zolağı falan olmasın. Ya sürət yüksək olsun və yaxud da ki, bu nümunədən fərqli olaraq başqa bir yol hissəsi ola bilər ki, orada misal üçün körpünün üzəri olsun. Yəni piyadaların orada hərəkəti təhlükəsiz deyil. O həmin ərazilərdə bu tip nişanlardan quraşdırılırlar. Bir də haşiyə belə bir məlumat verim. Bu nişanı gördüyünüzdə başa düşürük ki, nişan hansı tərəfə quraşdırılıbsa, yalnız o tərəfdə hərəkəti qadağan edir. Misal üçün şəkildəki vəziyyətdə həm sağda, həm solda piyadaların gəzməyi qadağandır. Bu isə məcburi hərəkət istiqamət nişanlarının piyadaların zolağıdır. Yəni digərindən, bundan qabaqkindən fərqli olaraq bu bizə məlumat verir ki, buradan piyadalar hərəkət eləməlidir. Əgər bu nişan yoxdursa, piyadalar həmin ərazidə gəzə bilməzlər. Misal üçün, burada mənası nədir? Görürsünüz, sağda velosiped zolağı var. Bu piyada velosiped zolağı ilə hərəkət edir. Əgər piyadalar üçün yol yoxdursa, piyada bu zolaqdan istifadə edə bilər. Amma bu vəziyyətdə görürük ki, sol tərəfdə, velosiped zolağının sol tərəfində piyadalar üçün ayrıca bir zolaq var və piyadalar bu zolaqla hərəkət etməlidirlər. Yenə məlumat verici göstərici nişanlardan bir cüt nişan yeraltı piyada keçidini göstərir. Eyni piyada keçidi məntiqindədir, yəni piyadaların hərəkət hissəsini bir nöqtədən o birisi əks tərəfə keçmələri üçün nəzərdə tutulub, lakin həmin o keçid hissəsi yerin altındadır. Bu bir çox yerlərdə görmürsünüz, metroya bənzər. Elə yer var ki, metro yoxdur, amma yeraltı keçid var. Həmin o məntiqdə olan bir yerlərə həmin nişanı quraşdırırlar ki, insanlar, piyadalar bilsinlər ki, oradan yerin altından keçmək olar. Eyni nişanın analoji və variantıdır, başqa bir formasıdır. Burada isə yerin üstündədir keçid. Yəni yerin altında yox, yer üstü keçiddədir. Məlumat verici göstərici nişanlar kateqoriyasından üç nişan daha. Bunlar qəza çıxışlarının istiqaməti və məsafəsini bildirir. Adətən bunların üzərində rəqəm də olur. Və bu nişanlar tunellərdə istifadə olunur. Misal üçün, gördüyünüz bu nişan 5.49.2 tunelin orta hissəsinə təsadüf edir. Çünki həm sağa, həm sola çıxış var. Bu sağa yaxınlaşan hissədə olur, bu isə sola yaxınlaşan hissədə olur. Və burada məsafəsi olur ki, çıxışa nə qədər qalıb. Bu formada təsəvvür edə bilərsiniz. Və məlumat verici göstərici nişanlar kateqoriyasından bir nişan daha 551 yaşayış zonası. Yaşayış zonasının nişanını zaten bizdə çox yayılmayıb, amma siz çox yerdə görmürsünüz, bilirsiniz ki, bu yaşayış zonası misal üçün hansısa bir MTK-nın kompleksi də ola bilər. Mövzumuz bu qədərdir, yəni çox qısa videodur. Əgər suallarınız varsa, şərh bölməsində yaza bilərsiniz. İnşallah ki, faydalı oldu videomuz sizə. Sağ olun.